İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma yeri və istintaq təcridxanasında monitorinqlər keçirib. Tural Hüseynovun reporta verdiyi məlumata görə monitorinqin keçirilməsində məqsəd saxlanılan şəxslərin saxlanma şəraiti onlara qarşı rəftar qaydaları, qida, dərman preparatları ilə təmin olunmaları ilə tanışlıq olub. Komitə sədri bildirib ki, baş çəkmə zamanı təcridxanada saxlanılan hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərlə, Qusar rayonunda saxlanan terrora cəhddə təqsirləndirilən 6 nəfərlə, axtarışda olaraq İordaniyadan Azərbaycana gətirilən Azər Bağırovla, dövlətə xəyanətdə ittihamda təqsirləndirilən İlkin Qəmbərov və digər saxlanılan şəxslərlə görüşlər keçirilib. Həmin şəxslər saxlanma şəraitindən onlara qarşı rəftardan şikayət etməyiblər. Bütün kameralar televizordan və radiolardan təmin olunub. Vəkilləri ilə rahat görüşürlər. Saxlanılan şəxslərə həftədə 2 dəfə 15 dəqiqəlik telefonla danışmağa şərait yaradılır və onlar ailə üzvləri ilə görüşə bilirlər. Saxlanılan şəxslər idman zalından, kitabxanadan rahat istifadə edirlər. Evdən göndərilən qidaların hamısı onlara verilir. Tural Hüseynov onu da qeyd edib ki, təcridxana yeni təmirdən çıxdığından saxlama şəraiti daha da yaxşılaşıb. Bütün otaqlarda havalandırma var. Hər kameranın özünün hamam tualeti mövcuddur. Saxlanılan şəxslər hər gün müvafiq saatlarda havalandırmaya çıxarılırlar.